Salam əziz abituriyentlər, bugün sizinlə 6 iyul 2025-ci il tarixində ikinci qrupların blok imtahanında istifadə olunmuş situasiya suallarını izah ilə tanış olaq. Situasiyanın birinci sualında futbol meydançasının sahəsinin tapılmağı bizdən tələb olunur. Gəlin verilənləri, yəni AB-nin 75, BY-nin isə 58 olduğunu şəkil üzərində qeyd edək. Çevrənin uzunluğunun 9 pi-yə bərabər olduğu verilir. Demək, 2 pi-yerimiz 9 pi-yə bərabərdirsə, ixtisarlarımızı aparsaq, R bərabərdir 4,5 cavabını alırıq. Məlum məsələdir ki, BD məsafəmiz bərabərdir 2 vurulsun BY, üzərinə gəl OY yaza bilərik. Bu da 2 vurulsun 58 üzərinə gəl 4,5 bərabərdir 125 cavabını alırıq. Pifaqor teoremindən AB kvadratı üzərinə gəl AD kvadratı bərabərdir BD kvadratı yazsaq, burada AD kvadratı bərabərdir BD kvadratı çıxaq AB kvadratı yaza bilərik. AD kvadratı bərabərdir 125-in kvadratı çıxaq 75-in kvadratı. Buradan alırıq ki, AD bərabərdir kök altında 125 çıxaq 75 vurulsun 125 üzərinə gəl 75. O da bərabərdir 100-ə. Demək, AD məsafəmiz də 100-ə bərabərdir. Sahəmiz S bərabərdir 75 vurulsun 100 bərabərdir 7500 metrin kvadratı cavabını alır. Bu oldu bizim situasiyamızın birinci sualının həlli. Daha sonra situasiyamızın ikinci sualı ilə, yəni 29-cu sual ilə tanış olaq. 29-cu sualda bizə deyilir. Oyunu idarə edilməsində bir baş hakim və 2 yan xətt hakimi iştirak edir. Hakimlərin və meydançadakı bütün futbolçuların yaşlarının ədədi ortası 26 olarsa, hakimlərin yaşlarının ədədi ortasını tapın. Gəlin əvvəlcə baxaq. Meydançada M və N komandalarının hər birinin 11 oyuncusu var və onların yaşlarının ədədi ortası uyğun olaraq 24 və 26-ya bərabərdir. Şərti verilmişdir. Bu o deməkdir ki, biz həmin məsələ üçün bu şəkildə bir ifadə yaza bilərik. M komandası 11 vurulsun 24 bərabərdir demək 264-ə. N komandası üçün isə 11 vurulsun 26 bərabərdir 286-ya. Bizim hakimlərimiz 3 hakim, üzərinə gələk demək 264 üstə gəl 286 bölünsün 3 üstə gəl 11 üstə gəl 11. Yəni 3 hakim, 11 oyuncu M komandası, 11 oyuncu N komandası yaşlarının ədədi ortası 26-ya bərabərdir. Buradan 3 hakim üzərinə gəl 550 bərabərdir 25-i vursaq 26-ya 650 cavabını alırıq. Buradan 3 hakim bərabərdir 100-ə. Hakimlər də bərabərdir 100 bölünsün 3 və yaxud da 33,3-ə bərabər olduğunu alırıq. Situasiyanın 30-cu sual ilə tanış olaq. 30-cu sualda oyun zamanı hər komandanın baş məşqçisi meydançada 2 oyuncusunu eyni anda əvəz etmək üçün ehtiyat oyuncular arasından ikisini təsadüfi olaraq seçir. Seçilən oyunculardan M komandasında hər ikisinin, N komandasında yalnız birinin milli oyuncu olması hadisəsinin ehtimalını tapın deyə verilmişdir. Demək, biz situasiyanın şərtində baxsaq, meydançadan kənarda M komandasının 3 xarici və 3 milli, N komandasının 2 xarici və 4 milli ehtiyat oyuncusu var. Demək, bizim hər iki komandamızın meydançadan kənarda ehtiyatda 6 oyuncusu var. Demək, biz hər iki komanda üçün ümumilikdə kombinizon 6-dan 2-ni seçirik. 6 faktorial, demək 4 faktorial, 2 faktorial. İxtisarlarımızı aparsaq 5 vurulsun 6. 6 ilə də 2-ni ixtisar eləsək, bərabərdir 15. M hadisəsinin baş verməsi üçün mümkün halların sayı 15-ə, N hadisəsinin isə baş verməsi üçün mümkün halların sayı yenə də 15-ə bərabər olduğu tapılır. Daha sonra bizə M komandasından 3 milli oyuncudan 2 milli oyuncu seçilməsi ehtimalı yuxarıda 3 faktorial, aşağıda 1 faktorial, 2 faktorial.
İxtisarlarımızı aparsaq 3-ə bərabərdir. P M hadisəsinin ehtimalı 15-də 3, o da bərabərdir 5-də 1 cavabını alırıq. Situasiyanın növbəti sualında isə M komandasında 2 oyuncudan birinin milli, digərinin isə xarici olmasını istədiyinə görə biz kombinizon 4 oyuncudan biri, kombinizon 2 oyuncudan birini seçsək, bu bizə 4 faktorial, aşağıda 3 faktorial vur, 1 faktorial vurulsun, 2 faktorial, 2 çıx 1, 1 faktorial vurulsun, 1 faktorial şəklində yazsaq, ixtisarlarımızı aparsaq, yenə də burada 2, yəni 4 vurulsun 2 bərabərdir 8 cavabını alırıq. N hadisəsinin baş verməsi ehtimalı isə 15-də 8-ə bərabərdir. Bu hadisələrin hər ikisinin baş verməsi ehtimalı isə 5-də 1 vurulsun 15-də 8, yəni 75-də 8-ə bərabərdir.